Salam. DİM 20 sınaq coğrafiya suallarının 10-cu sınağına baxırıq. Mövzumuz dünya nəqliyyatı və iqtisadi əlaqələr, Azərbaycan iqtisadi rayonları, bəşəriyyətin qlobal problemləridir. Xəritə sxemi əsasən ərazisindən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri keçən iqtisadi rayonları müəyyən edək. Bu şərtdə mərkəzi Aran və Şirvan-Salyan iqtisadi coğrafiya rayonlarını götürə bilərik, yəni 4-6 cavab B variantı. Tullantıların təkrar emalı sahəsində qabaqcıl yer tutan ölkələr soruşulur. A variantında Meksika şərti ödəmir, B variantında Yunanistan şərti ödəmir. C variantında isə hər üç ölkə tullantıların təkrar emalı sahəsində qabaqcıl yer tutan ölkələrdəndir. Cavab C variantı. Beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyil. Bildiyimiz qədər beynəlxalq maliyyə mərkəzləri valyuta mübadiləsi, kreditlərin verilməsi, qiymətli kağızların idarəsi, alqı-satqısı və qızıl fonduna nəzarətlə məşğuldur, amma daşınmaz əmlak alqı-satqısı ilə məşğul deyil. Cavab C variantı. Əlamətlərin aid olduğu iqtisadi rayonu müəyyən edək. Şərtlərə baxırıq. Pambıqçılıq və bostançılıq inkişaf etdirilir. Şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Cənub DRES fəaliyyət göstərir və yodlu bromlu su yataqları vardır. Şərtlərinin hamısı Şirvan-Salyan iqtisadi coğrafi rayonuna işarə verir. Cavab C variantı. İl ərzində A ölkəsində ticarət dövriyyəsinin 25%, yəni 35 milyard Amerika Birləşmiş Dolları idxalın payına düşərsə, ixracın dəyərini hesablayaq. Ticarət dövriyyəsi idxal və ixrac edilən məhsulların dəyərlərinin cəmidir. Yəni ixrac üstə gələk idxal bərabərdir ticarət dövriyyəsi. Şərtimizdə də ticarət dövriyyəsinin 25%-nin 35 milyard olduğu və bunun da idxal olduğunu göstərir. Belə çıxır ki, 25%-i 35 milyard olan rəqəm 140-dır və idxalımız 35-dirsə, ticarət dövriyyəmiz də 140-dırsa, ixracın miqdarı 105 olacaq. Cavab B variantı. SSS istiqamətli turizmdən daha çox gəlir əldə edən ölkələr. SSS istiqamətli turizm təbii amillərdən irəli gələn turizmdir. Yəni burada dəniz, qum və günəş sözlərinin baş hərfləri, İngiliscədən baş hərfləri göstərilmişdir. Burada biz İspaniyanı, Baham adalarını, Maldiv adalarını götürə bilərik. Cavab B variantı. Uyğunluq pozulmuşdur. Kapital ixracı ölkələr arası investisiyaya qoyuluşudur. Bu doğrudur. Görünməz ixracat müxtəlif növ xidmətlərin göstərilməsidir. Bu da doğrudur. Kompensasiya sazişi faydalı qazıntı yataqlarının birgə istismarı. Bu isə doğru deyil. Belə ki, kompensasiya sazişi kapitalın qoyulduğu hər hansı sahədən əldə edilən gəlirlə ödənilən pula deyilir. Bu təkcə faydalı qazıntı yataqlarının birgə istismarı deyil, digər sənaye sahələrində də mümkündür. Cavab C variantı. Qonşu iqtisadi rayonlar arasında əlaqələndirici mövqeyə malik olmayan iqtisadi rayonlar. Bunun üçün Azərbaycan iqtisadi rayonlaşdırma xəritəsinə baxsaq görərik ki, Şəki-Zaqatala digər iki iqtisadi coğrafi rayon arasında bir mövqedədir. Yəni Şəki-Zaqatala digər iki rayon arasında əlaqələndirici mövqeyə malikdir. Birinci şərtin olduğu variantları silirik. Lənkəran-Astara bütün iqtisadi coğrafi rayonlarından, yəni sərhədində olduğu bütün iqtisadi coğrafi rayonlarından cənubdadır. Yəni 2 bizə lazımdır. Deməli D variantında silərik. 4-ə baxırıq. Qazax-Tovuz bütün iqtisadi rayonlardan daha qərbdədir. Deməli o da heç bir iqtisadi rayonu əlaqələndirməz. 2, 4. Və Quba-Xaçmaz bütün iqtisadi rayonlardan, yəni qonşuluğunda olduğu bütün iqtisadi rayonlardan daha şimaldadır. 2, 4, 6 cavab A variantı. Beynəlxalq maliyyə mərkəzlərinin daha çox yerləşdiyi, inkişaf etməkdə olan ölkələr. Variantlardan
İnkişaf etmiş ölkələrə çıxsaq, Yeni Zelandiya, İsrail, Singapur və Cənubi Afrika Respublikası çıxılsa, yerdə Braziliya, Hindistan və Birləşmiş Ərəb Əmirliyi qalır. Buraya Küveyti də əlavə etmək olar. Cavab B variantı. Hər 100 kvadrat kilometrə düşən dəmir yolunun sıxlığının artmasına görə ardıcıllığını müəyyən edək. Bunun üçün ölkənin dəmir yolunun ümumi uzunluğunu ölkənin sahəsinə bölürük. Ancaq şərtdə 100 kvadrat kilometr verildiyinə görə ölkənin sahəsindən 2-0 siləcəyik. Yəni birinci ölkə üçün, yəni Yaponiya üçün 20.000 kilometr dəmir yolunu 378.000 kvadrat kilometrə böləcəyik. Amma şərtdə 100 kvadrat kilometr istədiyinə görə indidən bu 2-0'ı silmək olar. Burada cavab 5,3 olacaq yuvarlaq olaraq. İkinci ölkədə, yəni Almaniyada 41.000'i böləcəyik 3570'ə. Burada 11,5 olacaq yuvarlaq olaraq. Üçüncü ölkə Çində 150.000'i böləcəyik 96.000'ə. Burada da cavab 1,6 eləyəcək yuvarlaq olaraq. Demək, əgər artma ardıcıllığı istənilirsə 3, 1, 2 ardıcıllığı götürülə bilər. Yəni A variantı. Venn diaqramına uyğun olan bəndləri müəyyənləyək. Avtomobil nəqliyyatı, boru kəməri nəqliyyatı. İnkişafı təbii ehtiyat və tranzit coğrafi mövqeyi ilə əlaqədardır. Təbii ki, daşınması üçün neft və təbii qaza malik olan ərazilərdə daha çox rastımıza çıxan boru kəməri nəqliyyatından söhbət gedir. İkinciyə 1. Mərkəzi Avropada sıx şəbəkəyə malikdir şərti avtomobil nəqliyyatına aiddir. Daşıdığı yüklərin növ tərkibi zəngin deyil. Bəli, yalnızca maye və qaz halında olan yanacaq növlərini daşıdığına görə boru kəmər nəqliyyatına aiddir. Üçüncü şərt. Əksər ölkələrdə əsas nəqliyyat növüdür şərti təbii ki, avtomobilə aiddir. Və elm-texniki inqilab inkişafına təsir göstərmişdir şərti. Elm-texniki inqilabın bütün nəqliyyat növlərinin inkişafına təsirini bilirik. Üçüncüyə 5. Cavab E variantı. Azərbaycanın müvafiq olaraq ixrac və idxal etdiyi məhsulları müəyyən edək. Azərbaycan taxıl ixrac etməz, meşə materialları ixrac etməz, ancaq şərab və mahluc ixrac edər. Meşə materialları və dərman preparatları da idxal edər. Cavab C variantı. Azad iqtisadi zonalara aid xüsusiyyətləri müəyyən edək. Azad iqtisadi zonalar yalnız xarici bazara xidmət edir şərti yanlışdır. Birinci şərti götürmürük. Azad iqtisadi zonalar inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qaldırılmasına şərait yaradır şərti doğrudur. İkinci şərtin verilmədiyi variantda silirəm. Azad iqtisadi zona ölkə ərazisinin bir hissəsi olub, güzəştlərə əsaslanan xarici ticarət məkanıdır şərti də doğrudur. Hətta bu xüsusiyyətinə görə xarici investorları çox cəlb edir. Üçüncü şərt də doğrudur deməli D variantında silərik. Azad iqtisadi zonalara investisiyalar cəlb olunur və yeni iş yerləri açılış şərti də doğrudur. Cavab B variantı. Fraktdan daha çox gəlir əldə edən ölkələr. Bunun üçün dünya okeanına birbaşa çıxışı olan və beynəlxalq yolların üzərində olan ölkələri misal göstərmək olar. Panama kanalı üzərində yerləşən Panama ölkəsi, Liberiya ölkəsi və Malakka boğazından keçən gəmilərin yolunun üzərində olan Singapur ölkəsini götürmək olar. Cavab A variantı. Yüksək dağlar, arktik və tropik səhralar, ekvatorial cəngəlliklər ətraf mühitin ekoloji vəziyyətinə görə hansı qrupa aid edilir? Bu ərazilər insanlar tərəfindən əsasən mənimsənilməmiş və sıradan çıxmamışdır. Demək ki, bu ərazilər təbii vəziyyətini qoruyur. Cavab C variantı. Əhalinin milli tərkibinin yekcins olduğu iqtisadi rayonları müəyyən edək. 3 rəqəmi ilə verilən Şəki-Zaqatala zonasında ləzgilər, avarlar, udinlər, saxurları nəzərə alsaq
3 rəqəmi ilə verilən rayonu götürməliyik. 4 rəqəmi ilə verilən Quba Xaçmaz zonasında ləzgilər, tatlar çoxluq təşkil edir və dağ yahudiləri də var. 4-cü şərtdə götürmürük. Yəni 3 və 4-ün olduğu variantları silsək qalır 1, 5, 6. 2 rəqəmi ilə verilən Lənkəran Astara zonası da talışların kompakt şəkildə yaşadığı ərazidir. Deməli cavab Y variantı. Mərkəzi Aran və Şirvan Salyan iqtisadi rayonlarına aid oxşar xüsusiyyətləri müəyyən edək. Şəkər çuğunduru becərilir şərti bu rayonların heç birinə aid deyil. Hidroenerji ehtiyatından istifadə edilir. Burada yalnızca mərkəzi Arandan söhbət gedə bilər. Deməli 2 də oxşar cəhət deyil. Yodlu bromlu su ehtiyatlarına malikdir. Şirvan Salyanında var, amma mərkəzi Aranda yoxdur. 3-cü şərtdə ortaq deyil. Elektroenergetika müəssisələri var və Şərq-Qərb nəqliyyat dəhlizi üzərindədir. Şərti də hər iki iqtisadi coğrafi rayon üçün oxşar cəhətli. Cavab D variantı. İqtisadi rayonların ərazisinin mütləq hündürlüyünə görə azalan sıra. Burada biz hündürlüyü 3000-3500 metrdən yüksək olan vulkanik yaylanı özündə əks etdirən Şərqi Zəngəzuru birinci götürərik. Milmuğanı da axırıncı götürərik. Yəni 1 ilə başlayıb 2 ilə bitən yalnızca B variantı var. Burada Qazax Tovuz Azərbaycanın şimal-qərbində mərkəzi Arandan daha hündürdədir. Yəni 1, 4, 3, 2 cavab B variantı. Dünya okeanının daha çox çirklənməyə məruz qalan hissələri. Burada əsasən neftlə çirklənmədən söz gedə bilər və neft məhsullarının hasil edildiyi Meksika körfəzini, Şimal dənizini və İran körfəzini bu suala aid eləmək olar. 1, 2, 3 cavab B variantı. Uyğunluq gözlənilmişdir. Şərtimizdə dəniz limanları verilmişdir və o limanlardan birindən digərinə getmək üçün istifadə edilə biləcək boğazlar göstərilmişdir. Dünyanın dəniz nəqliyyatı xəritəsindən Amerika Birləşmiş Ştatlarının şərq hissəsində Filadelfiya limanından Hamburg limanına getmək üçün La-Manş boğazından keçilməli olduğunu görə bilərik. İskəndəriyyə şəhərindən Xark şəhərinə getmək üçün Bab-el-Məndəb və Hörmüz boğazlarından keçildiyini görə bilərik. Və İran körfəzindəki Ras Tanura limanından Çinin Şanxay limanına keçmək üçün Hörmüz boğazından keçilməli olduğunu görə bilərik. Yəni burada Filadelfiya, La-Manş, Hamburg şərti, Ras Tanura, Hörmüz, Şanxay şərti və İskəndəriyyə, Hörmüz, Xark şərti doğrudur. Cavab B variantı. Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi hansı iqtisadi rayonun ixtisaslaşması düzgün verilməyib? Quba Xaçmazda meyvəçilik var. Abşeron Xızıda kimya məhsulları istehsalı var. Milmuğanda pambıq istehsalı var. Şirvan Salyanda isə şəkər istehsalı yoxdur. Cavab D variantı. İnsan inkişaf indeksinə aid göstəricilərdən deyil. Ümumdaxili məhsulun adam başına düşən həcmi daxildir. Deməli biri götürmürük. Təhsil alanların sayı daxildir. Deməli 2-ni də götürmürük. Adam başına düşən meşə sahəsi, hər nəfərə düşən təbii artım və ölkədə olan ali təhsil müəssisələrinin sayı isə insan inkişaf indeksinə aid deyil. Cavab Y variantı. Müəssisə enerjiyə olan tələbatını ödəmək üçün il ərzində 50.000 ton neft istifadə edir. Nefti əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır? Yanacaq növlərinin istilik vermə qabiliyyətinin əmsallarından bilirik ki, neftin istilik vermə qabiliyyətinin əmsalı 1,5, kömürünki isə 1-dir. Yəni, yandıqda 7000 kilokalori enerji ayrılan 1 kiloqram daş kömürün əmsalı vahid götürülür. Bundan 1,5 dəfə daha çox enerji ayıran neftin isə əmsalı 1,5 götürülür. Deməli, əgər 50.000 ton neft istifadə edilirsə, bundan 1,5 dəfə çox kömür istifadə edilir, yəni 75.000. Xəritə sxeminə əsasən turizm rekreasiya ehtiyatları zəngin olan əraziləri müəyyən edək.
Bunun üçün biz dəniz çimərliyi və dağlıq ərazilərə malik olan Qoba-Xaçmaz zonasını, dağ turizmi ilə zəngin olan Şəki-Zaqatala zonasını və eynən dəniz və dağ turizmi ilə məşhur olan Lənkəran-Astara zonasını qeyd edə bilərik. Hava nəqliyyatı ilə daha çox yük daşıyan ölkələri götürək. Bunun üçün ABŞ, Çin və Almaniyanı götürmək olar. Xammal idxalının üstünlük təşkil etdiyi limanları müəyyən edək. Bu şərti ödəyən dəniz limanları sənayesi idxal xammala əsaslanan ölkələrə, yəni yüksək inkişaf etmiş ölkələrə aid edilə bilər. Tampa limanı Florida yarımadasında Amerika Birləşmiş Ştatlarına, Antwerpen Belçikaya, Tiba isə Yaponiyaya aiddir. Yəni cavab 1, 2 və 4. Uyğunluğu müəyyən edək. Yevlax Ağcabədi Bəhramtəpə avtomobil yolu buradan keçir. Şərti 1-ə aid olar. 1-ə A. İpək kombinatı fəaliyyət göstərir Şəkidədir. 3-ə B. Əhali sayına görə respublikada ikinci yerdədir. Lənkəran-Astara zonasına aiddir. 2-yə C. Çayçılıq ixtisaslaşma sahəsində bu da Lənkəran-Astara zonasına aiddir. 2-yə D. Pambıq və şəkər çoğundurunun emalını həyata keçirən müəssisələr vardır. Bu da Milmuğan iqtisadi rayonuna aiddir. 1-ə Y. 1-ə A, Y, 2-yə C, D, 3-ə B. Situasiya suallarına baxaq. Yer kürəsində içməli su ehtiyatları kifayət qədər olsa da, su çatışmazlığı problemi qlobal miqyas almaqdadır. İçməli su ehtiyatlarının çox hissəsi əhalinin məskunlaşmadığı ərazilərdə toplanmışdır. Bu sulardan geniş miqyasda istifadə etmək hələlik mümkün deyildir. Tədqiqatçılar içməli su probleminin gələcəkdə digər problemlərdən daha ciddi ola biləcəyini proqnozlaşdırır. Hazırda yer kürəsində 700 milyon nəfər insan su qıtlığından əziyyət çəkir. Mətnə əsasən şirin su ehtiyatlarının çox hissəsinin toplandığı əraziləri və bu ərazilərdə əhalinin məskunlaşmamasının səbəbini müəyyən edək. Örtük buzlağının çox böyük qalınlıqda olduğu Antarktida, Arktika, Qrenlandiya kimi ərazilərdə şirin suya ehtiyatının çox hissəsi toplanmışdır və bu ərazinin ekstremal şəraiti burada əhalinin məskunlaşmasına mane olur. Hansı qlobal ekoloji problemin təsir nəticəsində mətndə göstərilmiş içməli su mənbələri yox olmaq təhlükəsi altındadır? Burada söhbət qlobal istiləşmədən gedir. Mətndə verilmiş qlobal problemin səbəb ola biləcəyi digər problemləri müəyyən edib yazaq. Qlobal istiləşmə insanların səhhətinə, kənd təsərrüfatının məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsinə, sənayinin zəifləməsinə və ən əsas da ekoloji problemlərə və ekoloji miqrasiyaya səbəb ola bilər.